Həmişə stejlə tanınmışıq necə lazımdır və hər zaman da keyfiyyətli avtomobil sahiblərinə və keyfiyyətli avtomobillərə biz yazmışıq. Avtomobilə baxan müştərilərə biz stej yazmışıq. Eynilə də həmin maşınlardan biri budur. Necə deyərlər, küçədə, bayırda, harada görsəniz, birinci bu avtomobil stejini mən yazmışam və avtomobildə sürət limiti var idi. Onu da qaldırmışıq aradan və avtomobili çıxdıq, sürdük, yoxladıq. İdeal bir də fərq elədi. At gücü 27 at gücü qaldırmışıq. Nə az, nə çox. Yəni kruz üçün çox normaldır, çünki ekotek motordur. Yaxınlaş bura. Bir də ki, bu avtomobillərdə yerində dövriyyə, dövrlər sayı deməli 4000-i keçmir. Biz proqram təminatından sonra, stej yazandan sonra yoxladıq və gördüyünüz kimi dövrlər sayı da tam 7000 dövrə qədər vurur. Avtomobil sahibinə xeyirli olsun. 180-də sürət limiti var idi, onu da aradan qaldırmışıq. Təşəkkürlər.